O bir misal var, deyir Allah xeyirsiz evladı heç kimə qismət eləməsin. Bəs indi ata oğlun qatil olmağını istəmirdi. Amma eyni zamanda... Baxın, Ləman xanım, heç bir övlad xeyirsiz deyil. Ailədir mi xeyirsiz deyirsiniz? Yox. Yoxsa cəmiyyət? Yox. Burada çox amil var da. Baxın, insan iki faktın, iki amilin məhsuludur. Bir genetikanın, bir də tərbiyənin. Tərbiyə özü üç yerə bölünür. Ailə, məktəb, cəmiyyət. Məktəb bərbad gündədir. Cəmiyyət pozmağa xidmət eləyir. Ailənin də başını qatmışıq çörək puluna. Övladla məşğul ola bilmir. Övlad isə get-gedə pozulur. İndi siz orta yaşlılara müraciət edirsiniz, övladla məşğul olsun. Necə məşğul olsun? Nəzarət edin deyirəm. Necə nəzarət eləsin? Övladı biz məhv eləmişik artıq. Övlad birinci sinifə gələndə biz bunu məhv eləyirik. Biz onu rüşvətə alışdırırıq, şöhrətə alışdırırıq, yekəxanalığa alışdırırıq, zorbalığa alışdırırıq. Biz bunu birinci sinifdə məhv eləyirik, 11-ci sinifdə istəyirik düzəldək. 11-ci sinif, mən üzr istəyirəm, 11-ci sinif kötükləşmiş ağaçdır. Bunu əymək çətindir. Görmüsünüz parklarda ağaçlar necə figur... Onu lap körpəlikdən, fidan vaxtından düzəldirlər. Biz fidan vaxtı bunu məhv eləyirik. Mən tələbələrə hər dəfə deyirəm o şeyləri. Baxın, bircə şeyə diqqət eləyək. Bizdə televiziyalar nəyə xidmət eləyir? İndi sabah biz o gənclərdən bütün günü sosial şəbəkələr, televiziyalar topazı, nə bilim, mislini nəyi reklam eləyir? Qumardır da, bu qumarın bir formasıdır. Mən 12-13 yaşında, 15 yaşında bir uşağam. Atam da mənə 5-10 manat pul verir. O ki qızışdın ha, alışdın ha, ondan sonra onu tərk etmək olmur. Qanunvericiliyə görə məktəbin, səhv eləməsəm, ola bilər ki, metrəsini biraz az deyərəm, çox deyərəm, 200 metr həndəvərində sosial yaşa obyektləri ola bilməz. Məktəbin içinə qədər girmişik. Turizm Universitetinin ərazisini satıbla bir dəyirmana. O dəyirmanın ərazisindən keçməlisən, sən gedəsən Turizm Universitetinə. O dəyirmanın sahibi də vəzifəlinin oğludur. Satan da, deyək ki, bu təhsillə məşğul olan adamdır. Təsəvvür elə. Nə dəyirmandır şəhərin ortasında? Unüydən dəyirman? Yox, restorandır. Ha, restoranın adı dəyirman. Restoranın adıdır. Mövlüd Süleymanlının bir dəyirman povesti vardı. Mən onu o vaxt oxumuşdum. O qədər azınacaqlı insan dəyirmanı idi.